Sənə onu ye, bunu yemə deməyəcəm. Çünki buna sən qərar verəcəksən. Elə isə videonun axırına qədər dinlə. Çünki bu zaman fikirlərin daha da netləşəcəyinə əminəm. Belə ki, bugün Alzheimer xəstəliyindən danışmaq istəyirəm. Ancaq bu günləri xəstəlik haqqında geniş məlumat verməyəcəm. Sadəcə bu xəstəlikdən uzaq olmaq üçün nələrə diqqət etməyimiz lazımdır, bunu deyəcəyəm. Belə ki, Alzheimer demensiya xəstəliyinin növlərindən biridir. Xalq içində daha çox tanınmış növüdür. Bu xəstəlik zamanı qısaca beynin strukturu, yəni quruluşu pozulur. Beynin quruluşuna pozulmasına asılı olaraq da həmin o quruluşu pozulan beyin hissələrinin bədəndə cavabdeh olduğu funksiyalar pozulur. Buna nəinki yaddaş, həmçinin gəzişin pozulması, yuxunun pozulması, danışığın pozulması, düşüncənin pozulması, hər şey daxildir. Və bir yerdən sonra artıq sizin öz bədəniniz üzərində kontrolunuz qalmır. Artıq siz istədiyiniz vaxt tualetə çıxa bilmirsiniz, çünki bunun idarə belə edə bilmirsiniz. Məhz o qədər qorxunc bir xəstəlikdir. Və düşünmə ki, bu xəstəlik sadəcə qocalarda rast gəlinir. Əslində günümüzdə bu xəstəliyin yaşı get-gedə cavanlaşır. Amma belə bir fakt deyim ki, sənə 80 yaşından sonra hər 2 nəfərdən biri təəssüf ki, bugün Alzheimer xəstəliyinə yoluxub. Və bu xəstəliyə yoluxmaq 2 günün, 3 günün içində adətən baş vermir. Bunun üçün yaxşı bir fon, zəmin lazımdır. Sözün belə deyək ki, məcazi mənasında yaxşı. Bəs bu zəmin nədir? Məhz bugün o zəmindən danışacağım. Belə ki, 3 dənə nüans var. Bu 3 nüansı diqqətə aldığımızda həmin bu xəstəliyə tutulma ehtimalımız get-gedə aşağı düşür. Əvvəla, təbii ki, qidalar müəyyən qədər təsir eləyir. Qidaların bizim bədənimizdə möhtəşəm bir təsir mexanizmi var. Hər qidada müəyyən vitamin, müəyyən mineral var ki, bu bədənimizə lazımdır. Və adətən deyilir ki, tünd rəngli şeylər, məsələn, qara üzüm, qara qarağat, yaxud da qırmızı rəngli şeylər, ümumiyyətlə tünd rəngli, rəngbərəng qidalanma, qırmızı soğan özü də bura aiddir. Bunlar beyin üçün faydalıdır. Okey, bununla razıyıq. Amma dediyim 3 nöqtəyə, 3 nüansa diqqət etməzsən, nə yeyirsən ye, faydası olmayacaq. Ona görə də gəl indi keçək hansı nüanslardır. Əvvəla birincisi təzyiqdir. Təzyiq çox önəmlidir. Normalda insan bədənində adətən qəbul görülmüş normaya görə təzyiq 120-nin 80-i olur. Bu yaşla bağlı dəyişə bilər. İnsanın xarakteri, daha doğrusu bədəninin xüsusiyyətinə bağlı olaraq dəyişsə də, əsasən qəbul olunmuş normativ budur. Və təzyiqin bu həddə də saxlanılması çox önəmlidir. Düzdür, yaşa bağlı olaraq təzyiqdə müəyyən dəyişilmələr yaranır. Amma siz gənc yaşlardan artıq yüksək təzyiqlə gəzirsinizsə, bunu etməməyinizdə tövsiyə edirik. Çünki beyin birbaşa damarlarla əhatə olunmuş bir orqandır. Əgər damarın quruluşu pozularsa, damarın funksiyası pozularsa, bu zaman beyin toxuması da məhv olmağa başlayır, yavaş-yavaş. Və bunun nəticəsində də artıq demensiya xəstəliyi, yəni Alzheimer demensinə bir zəmin yaranır. Ona görə də diqqətli olmaq lazımdır. Təzyiqimiz yüksəkdirsə, təzyiqimizi aşağı salmağa cəhd göstərməliyik. Normal hüdudlar daxilində olmalıdır təzyiq. Və burada təbii ki, qidalanmanın da rolu var. Təzyiqi hansı qidalar qaldırır və yaxud da necə qidalanmaq lazımdır, bunu siz daha yaxşı bilirsiniz. Növbəti ikinci punktumuz isə şəkərdir. Şəkər xəstəliyi və yaxud da diabet xəstəliyi. Bu da çox önəmli bir faktordur. Çünki şəkər xəstəliyi də birbaşa damarların quruluşunu pozan bir xəstəlikdir. Belə ki, uzun müddət qanımızda qlükozanın səviyyəsi yüksək miqdarda qalarsa, bu qlükoza irili xırdalı damarları zədələməyə başlayır. Bu damarlar isə gözün arxa divarındakı damarlardan tutun da ürək və beyin damarlarına qədər dəyişir. Bu yelpazədə dəyişir. Və damarlar bir-birilə əlaqəlidir. Bir damarın funksiyasının pozulması get-gedə başqa damarların da prosesə cəlb olmasına səbəb olur. Amma bu durumda, yəni şəkər xəstələrində qanda qlükozanın səviyyəsi yüksək olduğu üçün bu bütün damarlarda, yəni eyni qan axdığına görə hər damara təsir edə bilər. Bu isə yenə də damar zədələnməsi, ox işarəsi, beyin strukturunun, beyin toxumasının pozulması, yəni əvvəlcə qanlanmasının pozulması, sonra isə toxumanın özünün strukturunun pozulması və nəhayətində Alzheimer xəstəliyinə yaranan fon, yəni zəmin. Və üçüncüsünü danışıram. Əvvəla 3-yə keçməmişdən öncə burada da diqqət etməliyik ki, qan şəkərimizi normal səviyyələrdə saxlayaq. Yenə də maksimal normal səviyyə 120 mg desilitr tövsiyə olunur ümumi dünya
qəbul olunan, ümumdünya qəbul olunan vahiddir, miqdardır. Və biz nə ediriksə edək, şəkər xəstələri də olsaq, şəkər xəstəsi olmasaq da bu stabil dəyəri qoruyub saxlamalıyıq. Yəni 120-ni, maks 120-ni ötməməsinə dəstək olmalıyıq, yardım etməliyik, bədənimizə diqqət etməliyik. Və üçüncüsü nüans isə insulin rezistentliyidir. Bu nədir? İnsulin rezistentliyi belə ki, insulin hormonunun funksiyasının bədəndəki düzgün işləməməsinə bağlı olan bir durumdur. Normalda insulin qidalanmadan sonra qanda qalxır və qandakı qlukozanı, qandakı şəkəri hüceyrələrə çatdırmaq üçün bir dəstəkləyici transport rolu oynayır. Yəni, belə düşünün ki, qlukoza qanda yüksəlir, insulin gəlir, qlukozanı əlindən tutur, onu hüceyrə içərisinə keçirir və gedir. Normalda bu dövran belə fırlanır və nəticədə bizim qanımızda şəkər çox yüksəlmir, stabil şəkildə qalır. Ancaq bəzən insanda insulinə rezistentlik yaranmağa başlayır. Bu xüsusən də kökəlmə ilə birlikdə özünü göstərir yavaş-yavaş. Ən çox da qarın tipli kökəlmədə. Yəni qarın ətrafında pi toxumasının artması nəticəsində insulinə rezistentlik də get-gedə artır. Bəs nə olur bu zaman? Artıq hüceyrə, yəni qanda yüksələn qlukoza var idi. Bayaqdan bizim bu insulin gəlirdi, qlukozanı əlindən tutub onu hüceyrəyə aparırdısa, indi artıq hüceyrə o insulinə reaksiya vermir. Yəni insulin gəlir hüceyrənin qapısının ağzına, deyir ki, aç, girim içəri, qlukoza gətirmişəm, amma hüceyrə ona reaksiya vermir. Ona duyarlı olmur, yəni ona qarşı rezistentlik yaranır, tolerans yaranır. Məhz bu da təbii ki, şəkər xəstəliyinin arxa fonudur. Şəkər xəstəliyi damar zədələnməsidir. Damar zədələnməsi yenə beyin toxumasının funksiyasının zədələnməsidir. Gördüyümüz kimi bu üç amil, birincisi yüksək təzyiq, ikincisi yüksək qan şəkəri və üçüncüsü yüksək insulinə rezistentlik. Bu üç faktor birlikdə bizim beynimizin gələcəkdə Alzheimer xəstəliyinə tutulmasına zəmin yaradır. Yəni şərait yaradır. Məhz buna görə də qidalanmamızı, həyat fəaliyyətimizi elə şəkildə seçməli, elə şəkildə planlamalıyıq ki, elə gənc yaşların özündən biz bu üç durumla üzləşməyək, maksimum dərəcədə üzləşməyək. Yox, əgər üzləşərsəksə, o zaman bu durumun öhdəsindən gəlməyə çalışaq. Müasir tibbi vasitələrlə və yaxud da dədə-baba vasitəsilə. Yəni, hər insan belə baxanda, düzdür, həkimlər cəmiyyətimizdə çox önəmlidir, amma hər insan əvvəla özü öz həkimidir. Yəni, sən bədəninə qulaq verməlisən ki, səndə hansısa cür nasazlıq var və bu nasazlığı həll etmək üçün həkimlə birlikdə iş birliyində olmalısan. Məhz bu üç faktoru düzəltsən ki, digər tərəfdən baxanda bu üç faktor nə qədər bir-birlə əlaqəlidir, belə ki, kökəlmə təzyiqə şərait yaradır, kökəlmə insulinə rezistentlik yaradır, kökəlmə şəkər yaradır və bu üçü bir-biri ilə harmonik şəkildə fırlanır. Üçü də gedib əvvəl-axır damarları zədələyir. Damarların zədələnməsi isə beynin zədələnməsi, strukturun pozulması, daha sonra isə beyin funksiyalarının yoxa çıxması və nəticədə insanlarda ağlın getməsi dediyimiz, yaddaşsızlıq dediyimiz, tualetinə belə kontrol edə bilməyəcəyi bir qorxulu durum yaranır. Nə yazıq ki, bugünün reallığı budur. 80 yaşın üzərində hər iki nəfərdən biri bu xəstəliyə tutulur. Buna görə də dediyim bu məsləhətlər sayəsində öz həyatınızın strukturunu qurun ki, gələcəkdə ən azından bu xəstəliyə yoluxma riskinizi mümkün qədər aşağı tutasınız. İzlədiyiniz üçün təşəkkürlər.